Mən sizi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarının Dövlət Dəstək Agentliyi və Səliyə rayonunda fəaliyyət göstərən Ana Kürüm İctimai Birliyi adından salamlayıram. Bugün Ana Kürüm İctimai Birliyi icra etdiyi Kür sahələrində müxtəlifliyin bərpası və alternativ ekoloji davranışların təşviqi layihəsi çərçivəsində vətəndaş cəmiyyətinin ekoloji problemlərin həllində rolu konusunda konferans təşkil edir. Konferans adından bir daha sizi salamlayıram və bu məsələnin niyə görə biz konferans kimi ortalığa gəlməsi ideyasını qoyduğum o barədə sizə qısa məlumat vermək istəyirəm ki, artıq ikinci ayda Ana Kürüm İctimai Birliyi agentlik tərəfindən maliyyə yardımı ilə ekoloji layihə icra edir. Biz bu zalda həmin layihənin öncə may ayının əvvəllərində layihənin təqdimatını keçirdik və layihənin mənə və məqsədləri barədə dinləyicilərimizə, izləyicilərimizə, könüllərimizə, iştirakçılarımıza məlumat verdik və bəyan etdik ki, Ana Kürüm İctimai Birliyinin bu layihəsinin həyata keçirilməsində əsas məqsədi demək, Kür ərazilərinin biomüxtəlifliyin qorunması məqsədi ilə ətraf mühitin qorunmasının bərpasına dəstək göstərmək, maarifləndirici tədbirlər keçirmək, ətraf mühitin mühafizəsi istiqamətində ictimai iştirakçılığı artırmaq, ekoloji mədəniyyət, yaşıl düşüncəni təbliğ etmək, nəticə etibarilə alternativ ekoloji davranışların yaşam normasına çevrilməsinə yardımcı olmaq edir. Mən tədbirdə iştirak edənlərin hamısına bir də təşəkkür edərək onu demək istəyirəm ki, ötən müddət ərzində gördüyümüz işlərə yekun vurmaqdan öncə mən bugün çox hörmətli vaxtımızı bizimlə gəlib birlikdə keçirmiş dostlarımıza, həmfikirlərimizə bir daha təşəkkür edirəm və onu nəzərə almanızı xahiş edirəm ki, bugünkü tədbirimizdə rayon icra hakimiyyətinin müəssisi sektor müdiri dostumuz və qardaşım müəllim iştirak edir, təşəkkür edirəm və Ekologiya Təbii Sərvətlər Nazirliyinin İsrail Şirvan Regional Ekologiya Təbiət İdarəsi məsul işçisi Gülçin müəllim də bugün bizimlədir. Eyni zamanda digər ziyalılarımızı bir-birimizə tanış etməyə mən güman edirəm ki, ehtiyacı yoxdur. Hörmətli qonaqlara xoş gəldiniz deyirəm. Tədbirin təşkili üçün göstərdiyi dəstəyə görə Səliyə rayon icra hakimiyyətinə, regional təhsil idarəsinə və nayə bu məkanın rəhbəri Yeganə müəllimə təşəkkürümüzü bildirir ki, çox geniş auditoriyanı bizə verməklə mən güman edirəm ki, rayonumuzda aparılan ekoloji maarifləndirmə, ekoloji təşkilatı işlərə yeni bir töhfə vermiş oldu. Mən qısaca konferans olsa da mən fikirlərimi sizə qısaca hamımızın görüb götürdüyü məzmunda çatdırmaq istəyirəm ki, biz layihə start verəndə qarşımıza məqsəd qoymuşduq ki, nə işlər görəcək və bu işlərin məqsədi nədir? Zaman çox keçməyib, 45 gündür layihə icra olunur. Bu müddətdə biz layihə təqdimatı ilə bərabər rayonun 2 saylı məktəbində böyük diskusiya şəraitində maarifləndirici tədbir keçirmişik. Kürkənd Kənd məktəbində daha bir tədbir keçirmişik, böyük məzmunda tədbir olub və nəhayət Beşər lisseyində də belə bir tədbiri biz keçirmişik və 5 gün ətraf mühitin mühafizəsi günü ərəfəsində rayon İctimai Təşkilatlarının köməyi ilə Yaşıllaşdırma İdarəsi və Qonaq Müəssisəsinin təşkilatçılığı ilə Kür sahə ərazisində zibilliklərin aradan qaldırılması məsələsinə toxunmuşuq və oradakı zibilliklərin biri demək olar ki, təmizlətilməsinə dair ola bilmişik. Hazırda mətbuatla maarifləndirmə işləri gedir. Bugün də biz yekun olaraq konferansda yığılmağında əsas konferansın gündəlik bir də sizə tanış etməklə onu demək istəyirəm ki, ətraf mühitin mühafizəsində ictimai birliklərin rolu mövzusunda söhbət eləmək yerləşəcək. Bugün bizimlə iştirak edən təşkilatların demək olar ki, əksər rəhbərləri ictimai birlik təşkilatlarıdır. Zəllar Birliyi, Ağsaqqallar Birliyi, Qarabağ müharibəsi veteranları, Çernobil əlillər ictimai birliyi və digər ictimai birliklər Zəhət müəllimdə salamlayıram, Azad İstehlakçılar Birliyi rayon filialının rəhbəri kimi artıq tədbirlərə qoşulur. Veteranlar cəmiyyəti, demək istəyirəm ki, Gənclər Təşkilatı, burada həmkarlar təşkilatı təmsil edən təşkilatlar var, media fəalları buradadır, Leyla xanımı salamlayıram. Bu mənada hamımız rayonun ictimai siyasətlə yaxından iştirak edən insanlar və ətrafımızda baş verən məsələlərə qarşı təbii ki, biz biganə deyilik. Ona görə üçüncü mövzuda ona görə saldı ki, biz bir daha fikirləşək ki, dövlətimiz ekoloji siyasətin həyata keçirilməsində
ictimai birlik olarak, vatandaş olarak bizim üzerimizde asıl vəzifələr düşür. Zərdə mən bu konferansın materialını bir xırda tezis kimi hazırlamışam və onu sizin nəzərinizə çatdırmaqla tədbirimizi davam etdirmək istəyirəm. Müasir dövrdə ətraf mühitin qorunması artıq yalnız dövlət qurumlarının işi deyil. İqlim dəyişiklikləri, su ehtiyatlarının azalması, torpaqların çirklənməsi və biomüxtərliyin itirilməsi kimi problem bütün dünyanın cəmiyyətin birgə səylərini tələb edir. Deyim ki, bu günlərdə Türkiyə, qardaş Türkiyədə çox böyük bir beynəlxalq tədbir gedir. Mən o tədbirin təsiri altında bir-iki sözlə ifadə edəcəm. Orada adlı ətraf mühit və yaşıl texnologiyalar 2026 beynəlxalq elmi konferans gedir. Bizim hörmətli deputatımız Sadi Qurbanov həmin forumda iştirak edir. Mən dünən də, bugün də onun çıxışlarına qulaq asmışam və görkənir ki, məqsəd odur ki, dünyanı gələcəkdə bu mövcud olan atom və silahları deyil, ekoloji fəlakətlər məhv edəcək. Ona görə dünyada gedən bu, gələn mənim zəhmət olmasa əyləşim, hoş gəlmişsiniz. Məqsəd də dünyanı gözləyən bu təbii fəlakətlərin aradan qaldırılması üçün dövlətlərin, o cümlədən ictimai birliklərin səylərini bilmək, bir ətrafa yığılmaktır. Bu mənada mən nə demək istəyirəm? Hazırladığım tezislərdən məqsəd odur ki, vətəndaş cəmiyyətin üzərində hansı vəzifələr düşür. Biz ilk növbədə maarifləndirmək ilə məşğul olmalıyıq. Maarifləndirmək ilə. Ağsaqqallar üstü nöqtə nəzərindən, gəzlər arasında, jurnalistika sahəsində çalışanlarıma, mətbuat sahəsində, mənim buyur üzərində olmasa əyləşirlər. Belə, bundan sonra ətraf mühitdə olan söhbət hazırlanan ictimai birliklərin roluna gedir. İctimai birliklər nə edə bilər? İctimai nəzarət edə bilər. Mən bir daha hatırladıram ki, burada təmsil olunan yöneticilərin çox hissəsi eyni zamanda Sənə Rəcəşinin İctimai Şuranın üzvləridir. Hatırlayırsınız ki, biz ekoloji məsələlərlə bağlı olur ki, məsələn, Qarabağ müharibəsi veteranlarının yaşayış sahəsində, Arvatan kəndində, digər ekoloji məsələlərdə gelib yaxınlaşdıraq eləmişik, onların həlli üçün Rac Hakimiyyəti rəhbərliyi qarşısında, adedi əşkərlər qarşısında bəzi məsələlər qaldırmışıq. Nə yaxşı ki, onların bəzilərinin misalını əldə edən nail olmuşuq və bəziləri də icradadır. Bu mənada ekoloji təşəbbüslərin də öz yeri vardır. İctimai birliklər eyni zamanda ekoloji təşəbbüskarların iştirakçısıdır. Ola bilər ki, məktəbdə ağac əkmək olsun. Ola bilər ki, məsələn, bizim layihəmizdə ağac əkmə aksiyası keçirildi. Çox böyük ağac keçirildi və bu ağac əkmə aksiyasına Səlyan Bələdiyyəsi rəhbərlik etdi. Burada mən Səlyan Bələdiyyəsi rəhbərliyinə özlərini təşəkkürümü bildirirəm və onu nəzərə alıram ki, bizim çox az sayda ağac əkmə üçün büdcəmiz var idi. Səlyan Bələdiyyəsi bizə bir o qədər də ağac hədiyyə elədi və ağac əkmə aksiyası rayonunda təşəbbüs kimi yerinə yetirildi və hər birinizin yanında qürurla deyirəm ki, Kür sahə keçəndə o yaşıl çınarları görəndə onun hamısının bu məktəbin uşaqların Uşaq Gənclər İnkişaf Mərkəzində ekoloji dərnəyin işçiləri, gənclərlə birlikdə əkmişik. İndi maşallah ətrafında ağac saxlama olur ki, İnşallah, indi onlar və bizim təşəbbüs belədir. Demək, mən bildiyimə görə Səlyanın Kür sahə Qaraqaşlı ətrafında orada da keçmiş polis işçilərinin təşəbbüsü ilə bir-iki imam müəllimlə dairəsində çox gözəl istirahat yeri yaranır. Belə məsələlər getdiysə artır, ona görə də bu məsələlərə biraz diqqəti artırmaq üçün çox, necə deyim ki, özümüzün gündəlişimizə çevirmeliyiz. Bütün bunlar məsələ nədən gedir? Məsələ ondan gedir ki, biz dövlətin apardığı dövlətə dəstək konsepsiyası var. İctimai birliklər tərəfindən dövlətə dəstək. İctimai birlikdən məhz bu dəstək eləməklə dövlətimizin ötərəklərini, öz dövlərini verirlər, vətəndaş münasibəti göstərirlər və eyni zamanda ətraf mühitin daha dolğun qorunmasına öz dövlərini verirlər. Bizim işlərimizdə maarifləndirdiyi tədbirlərlə yanaşı ictimai iştirakçı və könüllü konsepsiyası da var. Demək, ictimai birliklərin əsas funksiyası könüllülük əsasında olan hərəkatdır ki, insanlar bu məsələyə könüllü olaraq yanaşırlar. Yəni, heç bir inzibati təzyiq olmadan, heç kəsin təşəbbüsləri ilə öz
qapısında ağac əkilməklə, necə deyim, suya qənaət etməklə, bu və digər məsələlərlə alternativ davranışlara dəstək olmuş olurlar. Davam edərək, nə demək istəyirəm? Onu demək istəyirəm ki, bu işlər deyim ki, asan deyil. Bu işlərə bir vətəndaş qarşı ehtiyac olur. Necədir ki, ziyalılıq ehtiyac olur. Lazımdır adresini nəsə olarsan. Lazım oldu ki, torpağı, vətəni, rayonu, məhəlli sevəsən. Lakin burada nə var? Mövcud çətinliklər var. Mövcud çətinliklər, maddi çətinliklər tərəfindəndir. Əgər bizim kimi ictimai təşkilatlar ildə bir dəfə layihə edir, 3 ay müddətində, bir də bizim layihələri bir müddətdə yığcaqlaşdırırlar və vaxtını azaldırlar. Mənə elə gəlir ki, bu təşəbbüslərə olan maliyyə dəstəklərinin artırılmasına, insanlar arasında bu təşəbbüsün genişləndirilməsinə daha çox ehtiyac var. Ekoloji bilik səviyyəsini artırmağa ehtiyac var. Mən güman edirəm ki, orta məktəbdə, bu dərnəklərdə ekoloji dərnəklərə olan münasibət artırılmalıdır, ekoloji saatlara olan dəstək artırılmalıdır. Sonra müəyyən təkliflər də var, bu rəsmi təkliflərdir, dövlət qeydi əməkdaşlığının genişləndirilməsi. Deyim ki, sizə Azərbaycanda qeydi dövlət əməkdaşlığı çox yüksək səviyyədədir. Artıq Azərbaycan qeydiləri beynəlxalq əməkdaşlıq, tərəfdaşlıq formasında dünyanın bir çox qeydilərlə başda görüşürlər və beynəlxalq tədbirlərdə yaxından iştirak edirlər. Və bu gün də Azərbaycanda, o cümlə Səlyanda qeydi hərəkatının necə deyim ki, arxasında bizim dövlətimizi dəstəyən həmişə hiss edirik və bu məsələdə necə deyim ki, minnətdarlığımızı bildiririk. Vaxtı nəzərə alaraq mən bəzi məsələləri yekunlaşdırmaq istəyirəm. Dağın həmişə sayın usulunun Küçaylı Regional Ekoloji və Təbii Sərvətlərdən istifadənin eksperti kimi burada iştirak edirəm. Düzdür, məsələ ən qlobal mövzulardan biridir. Bizim bu dəqiqə may-iyun aylarında məktəblərdə, idarələrdə, bələdilərdə ən mühüm işlərimizdən biri yanğınla, su daşqınları ilə bağlı mühazirələrimiz oxunur və oxunmaqda davam etdirilir. Tullantılarla bağlı bu işlər üzərində bizə hər gün idarə tərəfindən növbətçi kimi köy qırağında məsləhətçilərimiz ayrılıb, bu işlərlə bağlı davamlı işlər görülür. Görməliyikdə məktəblərdə təbliğat xarakterli yanğınla, tullantılarla 8 rayon ərazini daha əhatə idarəmiz 8 rayon hamısında bu işlərlə bağlı mütəmadi mühazirələrimizi aparırıq və aparmalıyıq. Bu Kürtsə ərazilərində, yəni qabaqlar olurdu, çirkab sularının kürah atılması, onlardan müşahidə olunmur. Yox, onların qabağının nazir tərəfindən gəldə monitoru keçirilir. Demək olar ki, bir mənalı təmiz şey olmasına necə deyilsə. Tam qarşılarımız var, onların qarşısına olmaqda işlə devam etdik. Bu konferans diskusiya xarakterində kaç yana bir suala cavab verir ki, suyun səviyyəsi xeyli yuxarı səviyyədədir. Su artandan sonra orada körpə bitanlar əmələ gəlir, tuğan meşələrinin sanki böhrələri. Onları biz necə qoruya bilərik? Təbii ki, olur, o olmaqdadır. Sırasından bir müzakirəmiz bu oldu ki, köy qırağında əkilən ağaclar, məsələn, burada da bu sahildə, orada yanma təhlükəsi ola bilər, qızıq sularının basılmasına əlaqədar. Onlar da ola bilsin, gələcəkdə tezə sıxılıb yaradarsa, başqa ərazilərə köçürülür. İnşallah, inşallah. Çox sağ olun. Tədbirimiz davam edir, yəni hər kəs çıxış edə bilər, ona görə bəlkə siz yaxınlarda yaxındır. İcazə verirsiniz ki, mən hamınızı xoş gördüm. Mən burada bir tədbirə baxıda mən Səlyanda kimsəyirəm ki, burada sırf Səlyandımızın bir səsi elədir, yəni ki, qaymağında işləyən, ki, asaqallarımız, həmişə bizim böyütamızı və öyrəndiyimiz asaqallar. Sizlərə baxıb sizləri xoş görürüm ki, biz sizin davamımızda olaraq biz Səlyanda, biz Gəncəsində sizlərdir, Gəncədə biz Gəncə də keçmişik, yəni ki, çox Səlyanda öz töhfəmizi verə bilərik. Yəni, bu ilə Səlyandımızın gələcək bizim o nəsil əlindədir. Yəni, bu ildə ictimai bir apardığı təbliğat çox böyük təbliğat. Ekoloji problemlə əlaqədə bu ildə Səlyanda doğrudan böyük problemlər var. Yəni, siz o gördüyünüz marifətdəki tədbirlər var, marifətli tədbirlərin nəticəsi də var. Belə danışıq ki, biz bu yaxınlarda köy qırağında, bir adı köy qırağında ki, hansı ki, və böyük gözəl bağ salınır.
Getdik ora baxdıq, təsəvvür edin ki, orada biz əhali tərəfindən, bizlər özümüzü deyir ki, biz əhali tərəfindən necə zirvəyik, Atan Məmmin məhəlləsində, Yazıq Xan məhəlləsində. Yəni orada üç baş təsəvvür, üç başı Kamazla götürürlər, sağ olsun, Kamazla Təsəvvür Birliyi, Ağzı Məmmin Təşkilatı, təsəvvürün yenə onu tutara bilmədi. Yəni bunu kimlərə edib, küçələrimizdə evlərin üzrələri var, maşınları var, qoyulur, ondan istifadə edilir. Bizim küçələrimizdə təmizliyi, sağlamamızı bizlərdən asılıdır. Və Rüstəm bəy, bütün bu tədbirlər elə bilən ki, yekunlaşır, layihə üzrə, bütün bir gözəl layihə. İşlər yekunlaşır. Bir sürü, hər bir layihənin nəsəsi olmalıdır. Yəni onu nəsə bilməlidir, onun pərəsi olmalıdır və bütün hər bir bu ekoloji ki, bağlı layihələrdə biz nəsələ görürlər, şahid olun. Sizə bu işlə uğurlardır. Yəni bu üçün layihə davamlı olsun. İnşallah sizin arkadaşlar icazı olmaqla iyi insanlardır. Onlar özləri bizə iş göstərirlər, onlar bizə iş göstərirlər. Hamıza minnətdarlığını sağ olun. Sağ olun. Yəni hər kəsin bu məsələyə öz münasibəti var. Hər kəsin. Bura gələn insanların, yəni Səliyəndə doğulan, Səliyənin bu, necə deyim ki, suni içən, Kürqəradın havasını duyan insanların bir marağı var. Ona bizə kimsə deyir ki, mən özümdə 10% o qənaətdəyim ki, danışmaqla deyir, necə eləyəcək, eləcə qalır. Ancaq biz onu o fikirdən ayrıla bilsək, buradan gedəndə bir yaxşı düşüncə ilə gedə bilsək, mən inanıram ki, o məsələlər daha da azalacaq. Yəni bu gün Kürd sahənin sahələrin çiklənməsi davam edir, göz qabağındadır. Ətraf ərazi malqara yetişdirilməsi bu da davam edir. Zibilliklərin davam edir. Kürd sahənin axıdılan kanalizasiya suları, bu da müəyyən mənada deyildiyi kimi hələlik tam nəzarətli deyil. Ona görə 20 il, 30 il bundan qabaqki Kürdə olan balıqların məsələsi indi də insanlarımızın tamamındadır. Bu təkcə Səliyəndə təbiətə münasibətlə deyil, dünyada qədər ekoloji proseslərlə, bizim dəyişikliklərlə, iqlim fəsadlarıyla bağlı olan məsələlərdir. Ona görə də dünyanın bəyan dediyim ki, qlobal sahədə hamının, bu gün dövlətlərin ən ali məqsədləri ekoloji məsələyə diqqət yetirməkdir. Nə yaxşı ki, bizim bu müəyyən təcrübəmiz var. 15 ildir ki, biz bu sahədə çalışırıq. Ona görə mən təkliflərlə ki, hər birisi çıxış eləməyə arzu edirəm. Hikmət o mübarək Qəzənfər oldu. Bunlar QNT-lərdən danışaq. QNT-lərə biz hamı şahid yox. Çox QNT-lərin istiqaməti düz dövrdür, problemləri vardır. Hörmətli prezidentimiz narazı yekunlaşdır və QNT-lərin dövlət dəstəyi agentlik həvəsinə qaldırılır. Və şəxsən səndən çox razıyam ki, bu işlərdə fəal iştirak edib öz təşkilatı bu səviyyəyə gətirmişsən, layihələr verirsən, layihələrə dəstək edir. Böyle hər an düşünürəm. Bundan birlikdə çox sağ ol deyirik. Bütün anlarda gedib orada iştirak edilmək, böyük tədbirlərdə iştirak edilmək Səliyənin adı çəkilsin. Bu hər birimiz çəkilsin. Məhəmməd ağayı, Ağsaqqallar Şurası, bizim hörmətli layihə rəhbərimiz, həm də İctimai Şuranın sədri olan yoldaşımıza sağ olsun, var olsun. Ona görə ki, hər ildə belə bir aylar günü adlarda layihələr getirir. Rüstəm müəllim bu sahədə çox peşəkardır və bunun doğrudan da biz də layihə boyu rayon ictimaiyyəti olaraq həm Ağsaqqallar, həm də gəndilər, həm də məktəblilər ona həmişə dəstək olur. Ölən rayon Ziyalar Birliğinin sədri, əməkdar müəllim Allah. Əgər biz sağlam mühit yaratmaq istəyirik, biz təfəkkürümüzdə sağlam düşüncə yaratmalıyıq. Təfəkkürü dürüst olmayandan sağlam nəticə görmək olmaz. O, hər bir ətraf ictimai obyekt deyək, ictimai bir istirahət yeri deyək, ancaq özünkü yox, başqalarına da özünkü kimi yanaşırsa, öz evi kimi yanaşırsa, ondan sağlam düşüncə olacaq. Qərbi Azərbaycan İclasının Sayan Öyrün Mərdəsi Kərəm Murad. Çox hörmətli tədbir iştirakçıları, hörmətli Rüstəmlər, bugünkü tədbir həqiqətən çox lazımdır. Həm də yerdə düşürlər. Biz layihə yekun. Əvvəllər də biz
biz iştirak eləmişik sizin tədbirlərimizdə və işin gedişatı da göstərir ki, layihədə nəzərdə tutulan bütün maddələr ardıcıllıqla gedir. Bizi də sevindirir, bütün salyan əhalisində sevindirir, həm də dünya miqyasında, respublika miqyasında qarşılayır. Lider Əliyev həmişə təbiətə xüsusi həssaslıqla yanaşır və bütün xalqı ona səfərbər edib ki, təbiətə xüsusi diqqət və qayğı göstərmək lazım. Bu siyasət bugün də möhtərəm prezidentimiz tərəfindən uğurla davam etdirilir. Bu mənada mən elə hesab edirəm ki, layihəmiz uğurla başa çatır, amma gələcəkdə bu işlər təkcə layihə xatirinə görülməli deyil, bu işlər həmişə bizim gündəlik həyatımızda bir təcəssüm tapmalıdır. Mən də bir daha layihənin uğurla yekunlaşması münasibətilə bütün kollektivi təbrik edirəm, şəxsən sizi təbrik edirəm və gələcək işlərimizdə sizə Hörmətli iştirakçılarım, tədbirimiz yekunlaşmalıdır. Sonda mən sizə təşəkkür etməkdən qabaq bir təklif etmək istəyirəm ki, hər bir layihənin ictimai atmosferin belədir ki, özündən sonra nəsə olmalıdır. Yəni, layihə mütabıq də gələnimizdə başlamayacaq. Layihənin yekini olaraq, layihənin Yaşıl Səryan adlı təşəbbüs qrupu yaradılacaq layihənin sonunda. Və burada ən fəal ekoloji aspektlərinin yoxlanılacaq və layihə ələməsində əldə olmuş uğurlarını artırılması üçün işləməsi üçün çalışacaq biz Anakül İctimai Birliyinin köç sahə ərazilərində vermək yolunun bərpası və alternativ ekoloji davranışların təşkilatı çərçivəsində ekoloji konferansın işinə yekun qurdu. Nasıl ki, o göstərdi ki, irəli sürülən təşəbbüslər layihənin sonunda bir daha müzakirə olunacaq və layihə çərçivəsində bu işləri davam etdirdi. Yaşıl Səryan Təşəbbüs qrupu irəli sürülən təkliflərin davam etdirilməsi üçün səy göstərəcək. Mən bütün izmə olaraq Səlyan İctimaiyyətini bizə qulaq asan təbiət sevərlər, könülləri, ötürən bütün mühafizə sahəsində səyirlərini birləşdirməyə təşkil edirəm.